Gördülərsə, bütün suallar düzdür, 30 bal. İndi isə ikinci mərhələyə başlayırıq. İkinci mərhələ ən və ilk adlanır. Bu mərhələdə də qaydalar birinci mərhələdə olacaq. Diqqət, birinci sual. Təbiətdə ən geniş yayılmış element hansıdır? Diqqət, ikinci sual. Ən çətin əriyən metal hansıdır? Davam edin. Yer qabığında ən çox yayılmış maddə hansıdır? Diqqət, dördüncü sual. Benzolun quruluşunu ilk dəfə hansı alim? Valentlik anlayışını ilk dəfə elmə hansı alim daxil etmişdir? İlk dəfə olaraq metanın bloklaşması sahəsində tədqiqatları nəticəsində həmin reaksiyanın partlayış və keçməsinin qarşısına almağa nail olan hansı Azərbaycan alimdir? Cavablar açıqlanır. Birinci sualın cavabına baxaq. Elektron qrupu. Oksigen. 5 balla qiymətləndirilir. Proton. Oksigen. Düzdür. İkinci suala keçiyorlar. Wolfram. Elektron. Wolfram. Düzdür. 5 balla qiymətləndirilir. Proton. Wolfram. Bu grupta 5 balla qiymətləndirilir. Üçüncü suala keçiyorlar. Yer qabığında ən çox yayılmış maddə su. Proton qrupu. Su. Düzdür. Elektron qrupu. Su. Bu da düzdür. 5 balla burada qiymətləndirilir. Dördüncü suala keçiyorlar. Benzolun quruluşunu ilk dəfə təklif edən alim. Kekuli. Düzdür. Elektron grubu. Kekulu. Düzdür. Proton grubu da düz yazmıştır. Valentlik anlayışını elmə daxil edən alim. Cavab Franklin. Proton grubu sert yazmıştır. Nereye yazmıştır? Elektron grubu Franklin düz yazmıştır. İlk
İlk dəfə olaraq metanol hormonlaşması sahəsində təcrübə tapmaları nəticəsində həmin reaksiyanın partlayışla keçməsinin qarşısını almağa nail olan Azərbaycanlı alim Yusif Məmmədəliyev. Hər iki qrup düz yazmışdır. İndi isə qrupların ümumi balına baxaq. 25 onlarda da 30. 25 bal proton qrupunda, elektron qrupunda isə 30 bal. Oyunun qalibi elektron komandası. Praktiki elmdir. Təklif olunan fərziyyələr təcrübədə yoxlanılır. Əyləncəli kimyəvi reaksiyalar sanki bizi sehrli bir aləmə aparır. Gəlin, kimya laboratoriyamıza baş çəkək. Bir neçə maraqlı təcrübəni izləyək. Bugün aparacağım reaksiyanın adı süni vulkan reaksiyasıdır. Bunun üçün bizə lazım olan maddə amonyum dikromatdır. Amonyum dikromat yandıqda və qızdırıldıqda ondan bir çox maddələr ayrılır. Gəlin təcrübəni izləyək. Gördüğünüz kimi süni vulkan görüntüsü yaranır. Gedən reaksiyada alınan maddələrə xrom 2O, yəni yaşıl gördüyünüz maddə xrom 3 oksiddir, azot qazı və su ayrılır. Qeyd etmək istəyirəm ki, qədimdə Misirlilər bu yolla falçılar və seyrbazlar bunun içərisinə civə tiyasona tökürdülər və bu zaman vulkan reaksiyası gedən kimi içərisindən süni ilanlar çıxmağa başlayırdı və bunu da piron ilanları adlandırırdılar. Yəni göstərəcəm. Mən bugün gizli mesaj təcrübəsini nümayiş etdirəcəm. Bunun üçün mənə lazım olan sulfat tuşlu, kağız və şamdır. Mən bugün sizə şarj şişirilməsi reaksiyasını nümayiş etdirəcəm. Bunun üçün mənə boş bir qab, şar, sirkə turşusu və soda lazımdır. Mən əvvəlcə sirkə turşusunu qabın içərisinə əlavə edəcəyim. Daha sonra isə şarın içərisinə soda əlavə edəcəyim. Aytaç, xahiş edirəm mənə bunu eləmək üçün kömək edəsən.
sonra isə içərisinə soda döktüyümüz şarı qabın başına keçirik. Reaksiyada gördüyümüz şey o ki, göstərdiyimiz təcrübədəki şarın şişirilməsinə səbəb oldu. Bugün mən fil dişi mərcunu və ya sabun köpüyü adlandırılan reaksiyanı nümayiş etdirəcəm. Bunun üçün lazım olan maddələr hidrogen peroksid 30% məhlul, kalium permanganat, el arasında margansovka da deyilir və maye sabun. Tərsin içində qaldır. Tərsin içində, çöldər. Gəl baxın. Çekin. Sizcə sabun köpüyü nə üçün yarandı? Hidrogen peroksid parçalanaraq Hidrogen peroksid parçalanaraq oksigen əmələ gəldi və bunun nəticəsində sabun köpüyü yarandı. Mən bugün yaş dəsmalın yanmasını nümayiş etdirəcəm. Bunun üçün lazımlı olan maddələr spirt, kibrit və dəsmal.
Dəsmal yox. Gördüğünüz kimi dəsmal yanmadı. Bunun səbəbi onun əvvəlcədən isladılmış olması idi. Qeyd eləmək istəyirəm ki, dəsmal yanmadı. Hal-hazırda müasir dövrdə əsgərlərimizin odda yanmaz və güllə keçirməz bir parçasının nümunəsi olan bu parçadır. Və biz arzu edirik ki, əsgərlərimiz də belə yenilməz, məğlum edilməz və əyilməz olsunlar. Burada kağızın qaralmasına səbəb sulfat turşusunun bəzi maddələri kömürləşdirməsidir. Proseslər son dərəcə mürəkkəbdir. Müasir dövrdə elmlər onların mahiyyətini açmaqda heyrətamiz nailiyyətlər əldə etməkdədir. Bu baxımdan da hər birimiz çevriş təfəkkürə, yaradıcı təxəyyülə, hər tərəfli inkişafa malik olmalıyıq. Bütün bunlar elmlərin vəhdəti ilə mümkündür. Müxtəlif fənlər dünyagörüşümüzü formalaşdırmaqla bizi həyata hazırlayır. Gəlin, fənlərin bəhsi adlı səhnəciklə fənlərin əhəmiyyətinə nəzər salaq. Üçümüz bir tərəfdə. Fənlər qrup məclisi böyük bir izdihamla bir-birlərini dandılar tənə və intihamla. Riyaziyyat əvvəlcə sözə yaman başladı, qürurlu söz oxunu ürəklərə tuşladı. Mən şanlı qüdrətimlə bağlı sirlər açaram. Günəş kimi aləmə parlaq işıq saçaram. Elmlər aləmində şəksiz padişaham mən. İnsanlara hər zaman yenilməz pənaham mən. Hər müşkülün taparam, həm kubuğun, həm kvadratın. Kök altdan çıxarram, dərdin sərin həyatın. Məndə olan bu qüvvət deyin görüm kimdə var. Aranızda həmişə mənəm sahib ixtiyar. Bu kəlmələr güllə tək fizikaya toxundu. His qəzəbi qızarmış gözlərindən oxundu. Puç danışıb heç zaman, qüvvələnmə özünlə. Ay lovğa daha bəsdir, heç kəs getməz izinlə. Mən olmasam bilmirəm, kim ölçəcək surəti, kim biləcək dünyada cazibə ilə qüvvəti. Araşdırıb hər zaman yeri, göyü, həmayı, öyrədirəm mən sizə günü, ili, həmayı. Mən daim inkişafda, siz də talətdəsiz. Paxıllıq, kinkidurət, ahvallə xifətdəsiz. Atom kimi partladı, bizim alim kimyamız. Məhvərindən sıçradı, sakit dönən dünyamız. Bir dayanın, susun siz, əbəs tərif satmayın. Mənə hörmət eyləyin, amma mənə atmayın. Parçalayıb nüvəmi, bu dünyanı yaratdım. Enerjimə minərək ulduzlara əl atdım. Torpaqdayam, sudayam, vücuddayam, qandayam. Yerdə, göydə xülasə, hər zaman hər yandayam. Uranyuma, maqnitəm, taxılmaz bir maddəyəm. Niyyətiniz xoş olsa, xeyirli bir bəndəyəm. Coğrafiya kənardan durmuşdu etinasız, dilə gəlib məhv etdi özünü imtihansız. Bizim cənnət dünyamız dağın, daşın, dərənin, həm çayın, həm göllərin, həm dəniz şəlaləsin. İncələyib durmadan öyrədəcəm bir-bə-bir, məndən özgə nə varsa, rəvayət əfsanədir. Adım sanım göylərdə, Everestə ucadır. Hey, mən arxey babayam, yaşımdakı qocadır. Səyyahlarım hər zaman məni eldə yaşatdı. Erotosfen çalışdı, bu adda elm yaratdı. Qurcalandı yerindən birdən biologiya, bu cür sözlər alında verdi laf allergiya. Bir azadlık səbredib qulaq assanız mənə, rəvan olar işiniz, həyat olar məngənə. Həyatınız haqqında mən rəqibsiz bir fənəm, biliklərin qəlbində yaşamasam ölərəm. Mən ürəyəm, mən qanam, mən damarım kapilyar. İndi deyil siz Allah, kimin məncə haqqı var. Bu həyatda nə qədər canlı var, onda canam, hüceyrəm də onları, yaradanam sultanam.
Az qaldı ki bu dəmdə böyük qalmaqal düşər. Tarix həmin zamanda əl qoydu bu təşvişə. Mən haqq salnaməsiyəm, sənədiyəm, süngiyəm. Qədimlikdə bilirsiniz, hamınızdan öncəyəm. Cavanşirlər, babəklər, addilla təkərənlər, xətai tək, cavad tək, igidlik göstərənlər, tomlislər, cavidanlar, zərintaç tək qoçaqlar, qəhrəmanlıq göstərib nəbi kimi qəsəblər. Yaşayıblar hər zaman mənim bu gərdişimdə, dərin bir məna vardır hər sözümdə, işimdə. Mən olmasam anılmaz qərinələr, fəsillər, keçmişini bilərmi bizim gələn nəsillər? Ədəbiyyat sürətli, əmin qədəmlə girib söz meydanına, əlində də qələmlə. Mən qüdrət dənizində mirvariyəm, inciyəm, qəmli könüllərin həyatı, sevinciyəm. Həyat həqiqətlərini əks edirəm daima, sözlərə qanat verib rəqs edirəm daima. Nizamilər yaradıb, nəsimlər yetirdim, Füzulinin bağında qövsü sahib bitirdim. Hikmət xəzinəsində dürbə cəvahirəm mən, elmlərin içində nurani pirəm mən. Eşqdir mənim özəyim, dirəyəm göylərin, eşqsiz ey zavallı, varmı sənin də dəyərin? Müharibə başladı, mən də varam, mən varam. Gözəl bir səs bu zaman qoydu buna bir alam. Dinləyin mənim ana səsimi, yayın dünya aləmə, bu cahana səsimi. Yaxşı deyib atalar, səs çıxarmı təkəldən? İşdə birlik olanlar, uzaq düşməz əməldən. Gəlin dostlar hamımız, ruhumuzla bir olaq, deyə gülə, əl-ələ dünyamıza səs salaq. Ümid edirik ki, hər birimiz nəinki kimya fənnini, eləcə də bütün fənləri dərindən mənimsəyib, yüksək nəticələr əldə edərik. Qoy hər zaman Bərdə rayon Əsmən İsmailov adına Mirzabəyli Kənd Tam Orta Məktəbinin göstəriciləri birincilər sırasında olsun. Sonda bütün tədbir iştirakçılarına, bizi dinləyən çox hörmətli müəllimlərimizə dərin təşəkkürlərimizi bildiririk. Diqqətinizə görə minnətdarıq. Tədbir haqqında müəllimlərimizin fikirlərini dinləyək. Əziz tədbir iştirakçıları, Vəfa müəllimə 2 ildir ki, pedaqoji fəaliyyətdədir. Bu 2 ildə Vəfa müəllimə özünü bir müəllim kimi, bir pedaqoq kimi çox yüksək səviyyədə təsdiqlədi. Və Vəfa müəllimin bugün hazırladığı kimya gecəsi çox kimyanın mahiyyətini, kimyanın məzmununu, kimya elminin bəşəriyyətə gətirdiyi xeyri çox düzgün və ardıcıl sistemli şəkildə ortaya qoydu. Və bu tədbir doğrudan da çox məzmunlu, mənalı oldu. Və mən belə deyərəm ki, mən bugün bu tədbirdə özümü bir orta məktəbin şagirdləri sırasında, orta məktəbin auditoriyasında yox, mən universitetin auditoriyasında hiss elədim özümü. Və bu şagirdləri universitet tələbələri hesab elədim. Gəlin alqışlayan vətəndaşlar. Mədəniyyətin çərçivəsi genişlənsin, respublika səviyyəsinə çıxsın və şagirdlərimizin səsi doğrudan da universitetlərdən gəlsin. Uğur arz eləyirəm hamınıza. Nərman müəllim də lazımdır hamımız. Mən də Vəfa müəlliməyə, tüm burada iştirak edən, əziyyət çəkən şagirdlərimizə bugünkü kimya, seyirli kimya gecəsi üçün öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, hamınıza minnətdarım. Kimin sözü var, kiminsə sözü var demək istəyir buyursun. Vəfa müəlliməyə özüm bir iki kəlmə deyərdim. Bizim əvvəldən verimiz var. Şagirdlərimizdən kimsə söz demək istəyir, Tamara müəllim, aydın. Leyla söz demək istəyir, qoy gəlsin. Qoy şagirdlərimizdən. Mən bu
görə kimya müəlliməmiz olan Vəfa müəllimə çox təşəkkürümüzü öz sinifimiz adından çox təşəkkür etdiyimizi bildirmək istəyirəm. Sağ olun.